Heç düşünmüsən ki, bədənindəki bəzi ağrılar danışılmamış bir hekayənin izi ola bilər? Psixosomatikaya görə bədən bəzən yaşadığımız emosional sarsıntıların izlərini daşıya bilər. Təsəvvür et, bir hadisə yaşayırıq, çox qorxuruq, çox inciyirik, amma həmin hissləri yaşamağa, ifadə etməyə və ya paylaşmağa imkan tapmırıq. Hadisə bitir, illər keçir, amma o hisslər içimizdə qalır. Psixosomatikanın əsas ideyası budur ki, bəzi emosional konfliktlər həll olunmadıqda insanın həyatına müxtəlif formada təsir göstərə bilər. Bəzən bizi eyni hadisələri təkrar yaşamağa sövq edir. Bəzən eyni münasibətləri seçdirir. Bəzən isə bədən bizə dayanıb özümüzə baxmağımız üçün siqnallar göndərir. Burada ən vacib sual budur. Bu simptom həyatımda hansı hekayəni xatırlatmağa çalışır və ya hansı hadisədən sonra başladı? Bəzən sağalma yalnız ağrını aradan qaldırmaq deyil, o ağrının arxasındakı hekayəni anlamaqdır. Çünki bədən bəzən xəstəlikdən əvvəl bir mesaj göndərir. Mənə qulaq as mesajı.